Təbrizi qazandınız bu gün. Bir də komandan sanki bu gün daha istəkli, daha aqressiv oynadı. Bir də Abubakar məsələsinin bu oyunlarda nə qədər rolu var? Abubakarın komandaya böyük rolu var. Təcrübəli oyuncudur. Futbolçular da həmişə hər yerdə belədir. Təcrübəli futbolçunun oyununa uymağa çalışırlar və təcrübəsi, klası da indi bəllidir. Bu da o deməkdir ki, futbolçular da nə qədər klasını bir-birindən oynasalar, deməli də nəsə meydançaya ortaya qoymaq olar. Yəni, amma istəkli, bu günləri aşırı istəklidir, buna razı deyiləm. Mən bütün oyunlarda istəkli idik, bütün oyunlarda yaxşı idik. Bəzi oyunlar var idi ki, hətta bundan da daha yaxşı idik. Və yenə deyim, keçən dəfə də dedim, biz əgər bu günləri, bu pres konferansiyada bir futbolçuya həsr edəcəksə, bu artıq Neftçi komandasına, oynayan uşaqlara biraz haqsızlıq eləmiş yenə də olacaq və üzrlü hesab eləyən cavab verməyəcəm. Təbrik edirəm Samir mənim qələbə münasibəti ilə. 3 ardıcıl 3-cü oyunda qələbə qazanırsınız, kubokla bir yerdə və qarşıda Azərbaycan derbisi var. O oyun haqda fikirlərinizi öyrənmək istəyirdim. Qarabağın hazırda müdafiəsinin də müəyyən qədər boşluqlu olduğunu nəzərə alsaq. Qarabağda heç bir boşluq yoxdur. Qarabağ günü-gündən gücləşən Qarabağdır. Oyuna elə var, oyunun sonrası pres konferansiyada danışarıq. Qarabağa ilk öncədən, Qarabağa qurbana bütün o dostlarımıza bu çətin oyuncu olan Chelsea ilə oyun gəlir. Uğurlar arzulayırıq və inşallah qələbə arzulayırıq və Qarabağın hər Avropada oynadığı oyunlar, bunu hərdən deyirik, bunu hərdən demirik, amma hər zaman o uşaqların tanıdığım dost tanışın yanındayıq. Yəni deyirəm, amma bizim derbiyə gəldikdə isə fikirləşirəm ki, maraqlı oyun olacaq. Bu günləri iki yaxşı komanda bir-birindən oynayacaq və inanıram ki, hər iki komanda derbiyə layiq oyun görsədəcək, amma yenə də deyirəm, oyun günü, oyunda baş verən proseslər oyundan öncə danışanların heç də əks eləmir. Yəni, inşallah görərik nə olacaq. Samim qələbə münasibəti ilə təbrik edirik. Nəticə bəllidir, nəticədən razı qalırsınız, oyundan qeyd etdiniz, yaxşı razı qaldınız. Bəs narazı qaldığınız məqam oldu mu oyunla bağlı? Bəzi epizodlar var ki, sırf həmən düşdüyümüz situasiya idi ki, orada biraz aşırı... Konsentrasiya. Yox, konsentrasiya deyil, bilirsən necə, aşırı biraz ulikaliz də, necə deyim, ruslarsa. Alidə oldu. Hə, bağışlayın, perivod eləyə bilmirəm. Yəni, orada öz dribling keyfiyyətlərimizə, öz pas keyfiyyətlərimizə, çünki tapşırıq o deyildi, tapşırıq tam başqa idi və ondan əvvəl də bu haqda danışmışdıq, amma indi qələbə də elə şeydir ki, çox şeyi göz yumursan. Qeyd etdiyiniz məqamla bağlı sual verim. Mən elə gəldi, bilmirəm, yoxsa doğrudan da olur, xahiş edirəm sizin fikrinizi öyrənək. Faraz sanki topla çox oynadı. Yəni, bəzən ötürmə verdiyi anlarda məsuliyyəti üzərinə götürüb, bilmirəm, qol vurmaq istəyindən irəli gəlirdi, yoxsa belə deyək, özünün daha texnikal olduğunu göstərmək istəyirdi. Rəşə, bu elə birinci sualının cavabıdır. Fərəc topla olanda, onun yanındakı, ətrafındakı olan oyuncular aşırı biraz həmən o situasiya köklənmişlər, nəysə özləri çıxartmaq istəyirlər. Bu cinahdan keçirdi o cinaha Jordan, ətrafındakı oyuncular, bu narazı qaldığımız məqamlardır. Bunu biz nabarı təkmilləşdirmək istəyirik, bir oyun üslubu olaraq qoymaq istəyirik, amma yenə deyirəm, həmən bu məqamdır ki, əfsuslar olsun ki, bunu daha yaxşı eləyə bilərdik, eləmədik.